Onlar qeybət tapmayanda gedib kitabda da oxuya bilirlər. İntellektual qeybətçilər məsələn gedib bədii roman oxuyurlar. İntellektual qeybətçi. Ayağımın yazarım. İntellektual qeybətçilər gedirlər məsələn bədii romanda cəmaətin həyatına burnunu soxurlar. Bu birincisi oxucu qətliamıdır. Çünki artıq sən əsərin bədii dəyərini bayaqlaşdırdın. Bayağı bir səhnə alındı. Çünki qarşılıqsız sevgidir, dözmədi özünü öldürdü. Bəziləri kitab təhlili əvəzinə ya kitabın giriş cümlələrini götürür, ya ümumi kitabın məzmununu yazır ora. Yəni bu kitab təhlili deyil də. Bu maksimum ola bilər çox zəif bir belə deyək də kitaba qiymətləndirmə vermək kimi sayıla bilər. Amma sən sujetin strukturuna baxanda, hadisə ardıcılığına baxanda görürsən ki, əslində elə cinayətkar tarixin özüdür. Üçüncü şəxsin təkində olsa, Merso sadəcə qatildir. Yəni onun heç bir fəlsəfi obrazlığı yoxdur. Oxuyursan 25 yaşında, dediyi şey fərqlidir. Əsər heç vaxt dəyişmir, amma sən dəyişirsən. Salamlar, xoş gəlmisən. Salam, xoş gördük. Minnətdaram dəvətimi qəbul etdiyin üçün. Bugünkü mövzumuza keçməzdən qabaq ilk öncə ənənəvi sual vermək istəyirəm. Anar Oğuz kimdir və nə işlə məşğuldur? Anar Oğuz kimdir sualına belə səthi cavab verməyə çalışım ki, mən Anar Oğuz, 24 yaşım var. Ədəbiyyatla məşğulam, şeirlər, hekayələr, köşələr yazıram, publisist yazılar. Bu qədər, nə belə. Əslində həqiqətən də Anar Oğuz ümumiyyətlə kimdir sual çox çətin sualdır. Çox çətin sualdır, bəli. Və buna fərqli perspektivlərdən cavab vermək olar. Olar. Sən daha sadə yolu, daha səthi, yəni ən azından bu podkast üçün bu qədərsə gərəklidir. Əlbəttə. Yəni bu arada fəlsəfi verici deyil ona görə. Yəni burada fəlsəfi cavab axtarmırıq. Deməli, əslində səni niyə çağırdım? Sənin özünün də bu haqqda bir çox yaxşı, həqiqətən də oxuyarkən zövq aldığım bir yazın var idi. Təhlil barəsində, hansı ki, əsəri unutdum açığı. Onun Abel Sanchez'i. Unutmasaydım əslində bu deyə bilməyəcəkdim. Təhlilini oxudum çox. Əslində bu təhlil də deyildi bildiyim qədər. Əsərlə bağlı sadəcə niyə xoşuma gəlməyən hissələr, tam olaraq əslində bu təhlil deyildi bildiyim qədər. Amma buna rəğmən hətta məncə bu iddianı səsləndirməyim ən azından mən rahatam. Yəqin ki, sən biraz ədəbiyyatçılardan, tənqidçilərdən çəkinirsən, amma mənim çəkinəcəyim yoxdur deyə. Yəni mənə görə bu bir çox kitab təhlilindən daha yaxşı təhlil idi qiymətləndirmə olaraq. Və ona görə əslində bu mövzu mənə görə aktualdır. Təbii ki, kimlər üçün aktualdır bu özü də aktual sualdır əslində. Belə bir aktuallığın şeyi var, yəni paradoksallığı var, amma yəni mənə görə kitab təhlili necə olmalıdır və yaxşı kitab təhlili nədir? Bu çox önəmlidir. Çünki mən bir sıra Instagram səhifələrimdə oxuyuram və yaxud da yazıları oxuyuram ki, bəziləri kitab təhlili əvəzinə ya kitabın giriş cümlələrini götürür, ya ümumi kitabın məzmununu yazır ora. Yəni bu kitab təhlili deyil də. Bu maksimum ola bilər çox zəif bir belə deyək də kitaba qiymətləndirmə vermək kimi sayıla bilər. Bu arada bunu da vurğulayıram. Çox vaxt şərhlərdə oxuyuram ki, sən çox danışırsan, imkan vermirsən qonağa. Bu tamamilə belə deyək, ASTV və yaxud da media kanallarının verilişi deyil də. Bu sadəcə YouTube verilişidir və mənim verilişimdir. Yəni üzümü izləyəcəm. Mən də danışmalıyam, bəli. Yəni bu mənim verilişlərimə yalnız çağırdığım qonaqlara görə, yəni izləyirsinizsə, zaten bura demək ki, düzgün yerdə deyilsiniz. Belə, yəni sual sənə oturma zaman əsl kitab təhlili necə olmalıdır və kitab təhlili yazmaq üçün müəyyən bir şərtlər varmı və yaxud da bu sadəcə? Əlbəttə ki, müəyyən şərtlər var. Burada indi əsas problemə bir dənə toxunaq. Burada əsas problem odur ki, kitab haqqında publik danışan adam, yəni bir kütləyə xitab edən insan, kitab haqqında onun xülasəsini, məzmununu qətiyyən bəli danışmamalıdır. Çünki bu, belə bir nümunə çəkim, deyək ki, bir kitab haqqında danışır, əlinə alıb kitabı, deyir mən bu kitabı oxudum, 2 gün özümə gəlmədim, 2 gün yata bilmirəm, vəziyyət çətindir. Kitabın da mövzusu odur ki, atıram, Artur Marianı qarşılıqsız sevir və bu sevgiyə dözə bilmir, özünü öldürür. Bu birincisi oxucu qətliamıdır. Çünki artıq sən əsərin bədii dəyərini bayaqlaşdırdın. Bayağı bir səhnə alındı. Çünki qarşılıqsız sevgidir, dözmədi, özünü öldürdü. Yəni bu artıq oxucunu zaten həm sujeti ifşa edirsən, artıq axırda nə olduğunu mən bilirəm, spoiler verirsən. Həm də ki, məndə bir maraq yaratmır. Bunu deməyin başqa yöntəm ola bilər. Belə desəm məsələn ki, müəllif burada ələ aldığı nədir? Müəllif onu ələ alır ki, qarşılıqsız sevgi insana necə daxili sarsıntılar yaşadır, necə psixoloji bir təhlil aparır, insanın hansı psixoloji vəziyyətlərə düşdüyünü ələ alır
və onun hansı həddə çatdırdığın peşəkar səviyyədə göstərir. Və belə bir gediş eləsə, əlbəttə ki, bu oxucuda maraq yaradacaq. Zaten kitab təhlil edənlərin tək məqsədi nədir? Təbliğatını aparmaq, oxucuda maraq yaratmaq. Sən oxucunun başına silah diriyib deyirsən, bunu oxu, nəsə başa düş. Belə bir təhlil onsuz da eləyə bilmərsən. Tək məqsədin burada onda maraq yaratmaqdır. Bu da necə olur? Biri var sıravi oxucu, bu adamın tək məqsədi oxumaqdır. Bunun üzərində malı məli deyə bir məsuliyyəti yoxdur. Bunu eləməlidir, bunu eləməlidir. Hələ bu oxuyur. Hələ oxumağı böyük bir şeydir. Oxumaq hələ böyük bir şeydir. Burada tək məqsəd, burada təhlil hardadır? Niyə bunu təhlil aid elədim? Təhlil burada bir məhrəm bir təhlil var oxucu ilə kitabın arasında. Hər bir oxucunun müəyyən bir gözləntisi var. Bu estetik dəyər ola bilər. Emosional zənginlik qazanmaq istəyə bilər. Hansı ki, özündə bir hisslər var. Bunun adını qoya bilmir. Və bu əsəri oxuyur ki, bu adını qoya bilmədiyi hisslərə rast gəlsin, emosional zənginlik yaşasın və yaxud da estetik bir ləzzət axtarır. Onların gözləntisi sadədir. Əsər axıcı olsun, süjet maraqlı olsun, obrazlar canlı olsun və əsasən gözlənilməz final istəyirlər, təcrübələnmək istəyirlər. Və bunların artıq təhlili hardadır? Kitabı oxuyub bitirəndən sonra və yaxud da oxuma mərhələsində aldıqları zövqlə ölçürlər ki, bu kitabı mən bəyəndim və yaxud da bəyənmədim. Mənə xitab etdi və yaxud da etmədi. Oxuya bilmədim, yarımçıq qoydum. Belə bir təhlil aparırlar. O bir məsuliyyət daşımır, tam azaddılar orada. İkinci bir mərhələ var ki, bu artıq akademik təhlildir. Artıq burada ədəbiyyatşünasların, tənqidçilərin sahəsidir. Onlar artıq bu sahədə əsəri didik-didik eləyirlər də. Məsələn, götürürlər bir əsərin yazılma tarixi, müəllifin bioqrafiyası, müəllifin həyatı, hansı şəraitdə yazdığı. Şərait də çox önəmli, çünki müharibə vaxtında yazılmış bir əsər sülhdən danışanda sülhün çəkisi bir başqa yerdə olur. Ona görə yazılma şəraiti önəmlidir. Və əlbəttə ki, janrı, xüsusiyyətləri, sonra süjet strukturu, sonra perspektivi və təhkiyyətçisi. Bunların hamısını belə sökürlər, ayrı-ayrı ələ alırlar və onu qiymətləndirirlər. Akademik təhlil haqqında indi bu ədəbiyyatşünasların və tənqidçilərin sahəsidir. Bu sahədə zaten onlara işini öyrətmək kimi bir fikrim yoxdur. Bu sahə sadəcə özlərindən səthi keçirəm ki, bu sahədə akademik məşğul olurlar ədəbiyyatşünaslar. Üçüncü və ən önəmli sahə bu bayaq başladığımız sahədir ki, bunlar kitab haqqında publik danışırlar və bunların məsuliyyətləri nələrdir? Bunların məsuliyyətləri odur ki, bunlar artıq oxucuya xitab eləmək üçün və əsəri təhlil eləmək üçün onlar da nəzərə almalıdır, səthi də olsa, müəllifin bioqrafiyası. Onlar dediyimiz şəxslər kimdir burada? Məsələn, bu kitab təhlil səhifələri, influencerlər ola bilər, oxu qrupları ola bilər. Kitab haqqında təhlil eləyirlər, deyək ki, publik bir fikir bildirirlər. Ona görə məcburdular ki, bəyəndim, bəyənmədim, burası belə idi, burası belə ididən daha önəmli bir məsuliyyət götürsünlər. Ələ alsınlar süjeti strukturu. Məsələn, nədir süjetlə struktur? Süjet bir hadisələr ardıcıllıqdır deyək ki, amma sadəcə o deyil. Niyə? Çünki hadisələr niyə bu ardıcıllıqla düzülüb? Bu fərqli də ola bilərdi. Bu memarlıq işidir və müəllif niyə bu ardıcıllığı seçib? Məsələn, Umberto Eco'nun Gülün adı, Qızıl Gülün adı əsərində süjet belədir ki, monastırda ard-arda cinayətlər baş verir. Spoiler verəcəksən yoxsa? Yox, təbii ki. Ard-arda cinayətlər baş verir və William axtarır da, cinayətkarı axtarır. Və sən cinayətkarı axtardığın yerdə görürsən ki, qəfildən orta çağ tarixindəsən, orta çağ fəlsəfəsindəsən, dini, fəlsəfi, tarixi motivlərlə qarşı-qarşıyasan. Süjetdən, strukturdan xəbərsiz bir təhlilçi avtomatik olaraq deyə bilər ki, biz qatil axtarırıq da, bizim nə işimiz var orta çağda, fəlsəfədə, dində. Amma sən süjetin strukturuna baxanda, hadisə ardıcılığına baxanda görürsən ki, əslində elə cinayətkar tarixin özüdür. Əslində elə bu qədər orta çağda gəzişməyimizin səbəbi odur ki, metafizik bir səbəbdir də bu. Əslində belə metafizik olmayan səbəb də var. Yəni bir qatil də var. Amma burada gəzməyimizin səbəbi odur ki, buradakı mühitdir və motivlərdir, cinayətkara xidmət eləyir, o onu yetişdirir. Bu mühiti hamısı, təsvirlərin hamısı birbaşa xitab eləyir mətnin özünə. Birbaşa mətnə xitab eləyir. Və sonra ələ almalıdır təhkiyyəti və perspektivi. Təhkiyyəti perspektivi nədir? Bu əsər kimin dilindən danışılır? Aydın məsələdir ki, bugün tutaq ki, 2 nəfər dalaşır. Biz burada hadisə bir dənədir. Tutaq ki, Asif Vasifi vurdu. Bu qədərdir hadisə. Biz Asifdən qulaq assaq fərqli, Vasifdən qulaq assaq fərqli bir nəticəyə gələcəyik də. Ona görə də məsəl üçün perspektiv və təhkiyyə çox önəmlidir. Məsələn, Camus'un yadında əsər birinci şəxsin təkində olmasa, üçüncü şəxsin təkində olsa, Merso sadəcə qatildir. Yəni, onun heç bir fəlsəfi obrazlığı yoxdur. Qupquru, hissiz bir qatildir.
Biz ona görə bu fəlsəfi bir obraza çevrilib ki, Merso. Çünki o əsər birinci şəxsin dilindən danışır. Əsər başlayandan bəri onun anasının ölümə laqeydliyi və digər məsələlərdəki vezsizliyi elə yerə gətirir ki, sən artıq başa düşürsən ki, ona empatiya qurursan. Niyə belə eləyir? Hə, sən onu başa düşməyə başlayırsan. Onun danışdığı soyuqluq sənə bir növ deyir ki, bu niyə belə eləyir? Bu sənə izah etməyə çalışır. Arxa fonu açıqlayır da belə. Hətta ona haqq qazandırırsan bir yerdə. Hətta onunla razılaşırsan, belə halda olur. Yəni ona görə əsərdə sujet strukturdan sonra təkcə perspektiv seçimi ona diqqətləməli ki, niyə bunu seçib? Yəni bu nəyə xidmət edir? Sonra obrazlar var. Sən məsələn obraz oxuyursan, obraz burada kardon qutudurmu, yoxsa həqiqətən canlı bir insandırmı? Buna fikir verməlisən. Tutaq ki, bir obrazı qoymusan Unamuno Nobel Sanchez'ində elə. Mən ona görə yazmışdım əsəri. Joaquin paxıldır və sən psixoloji bir təhlil aparmırsan, niyə paxıldır? Necə oldu ki, bu paxıl oldu? Okey də paxıldır. Bu nə deməkdir indi? Və yaxud da ki, orada Abel obrazı. Bu obrazı sən yaratmısan ki, Joaquin onu paxıllıq eləsin. Yəni başqa bir funksiyası yoxdur. Yəni kardon bir qutudur. Halbuki obraz canlı olmalıdır, obrazın dəyişimi olmalıdır, daxili ziddiyyətlər olmalıdır. Hekayənin içində onu buraxmalısan ki, mətnin içində hərəkət eləsin. Bu bir sxemadır. Onu yeriməsi üçün obraz canlı olmalıdır, öz qərarı olmalıdır, daxili ziddiyyət olmalıdır. Və sonra əsərin yazılma şəraiti dedim ki, bu niyə önəmlidir? Məsələn, Louis Ferdinandın əsəri var. Gecənin sonuna səyahət. Belə bir əsəri var. Gecənin sonuna səyahətə biz başlayırıq. Bir çirkin bir ab-hava başlayır içəridə. Görürsən ki, təsvirlər çox kobuddur, çox çirkin təsvirlər var. Çox pessimist obraz. Biz məsələn Ferdinandın bioqrafiyasını bilməsək, həyatın, yazılma tarixinin şəraitini bilməsək, bu çirkin bir təsvirdən o tərəfə keçmir. Biri də var ki, sən bilirsən ki, Louis Ferdinand müharibə vaxtında bunu yazır. Yəni söhbət elədiyi bu çirkin vaxtlardır. Görürsən ki, artıq mövzu və ideya məsələsinə gəlib çatırsan. Nədir mövzu, ideya? Mövzu ələ aldığın mövzudur. Məsələn, mövzu müharibədir, ideya isə müəllifin demək istədiyidir. Müharibə insanı vəhşiləşdirir. Və yaxud da ki, müharibə qəhrəmanlıqdır. Mövzunu seçir və müəllifin ideyası olur. Və sən görürsən ki, əslində yazılma şəraiti, yazılma tarixi əslində müəllifin burada demək istədiyi nədir? Onun mövzusu var və onun ideyası var. Və bunu tam açıq Louis Ferdinandın, baxmayaraq ki, orada bir çox nöqtə var ki, əsərin ideyası ilə bağlı problemlidir, qalmaqallıdır, amma yetəri qədər texniki cəhətdən uğurludur. Yəni demək istədiyim odur ki, bu kitab haqqında publik danışan adamlar bu əsəri ələ alanda sujeti strukturu, təkcə perspektivi, girişi, obrazı, yəni bunların hamısı müəllifin bioqrafiyasının hamısını ələ almalıdır. Demirəm akademik şəkildə yanaşanlar kimi bunlar didikdir deyə eləməlidir. Eləyə də bilər, nə yaxşı. Yox, əgər kitab haqqında danışırsa, onu təhlil etməyə çalışırsa, bunların hamısına fikir verməlidir ki, bu bunu niyə elədi? Bu nəyə toxunmağa çalışdı? Bu biraz oxşamır. Məsəl üçün, adca kimlənsə öz sahəmdən nümunə verəcəm. Tutaq ki, fəlsəfi müzakirə edirsən və məcburi olaraq tutaq ki, mövzuda bir fəlsəfi termin ortaya girir və həmin o müzakirə edən şəxs sənə deyir ki, mən terminləri bilmirəm, mənə terminsiz danış. Halbuki mən əgər fəlsəfi müzakirə edirəmsə, tutaq ki, mən əgər əxlaq fəlsəfəsindən danışıramsa, burada mütləq şəkildə mənim bilməli olduğum müəyyən bir neçə fəlsəfi termin var da. Əgər o şəxs onu bilmirsə, mən məcbur deyiləm ki, ona tamamilə terminsiz belə deyək də, o cümlə danışım. Yəni mən zaten danışsan da dediyin ki, tam izah edə bilmirsən. Tam izah edə bilmirəm. Eyni zamanda yəni sənin dediyin biraz buna oxşur da, böyük ehtimal. Tutaq ki, mən bir əsər təhlil edirəmsə, mən mütləqdir ki, ədəbiyyatdan az-maz və ya müəyyən qədər məlumatlı olmalıyam. Sən bilməlisən artıq burada sujet nədir, təhkiyə nədir, danışan kimdir. Bunu mütləq şəkildə bilməlisən. Bunları əgər bilmirsənsə, sən hazırlıqsız oxucu deyirlər də. Buna hazırlıqlı oxucu odur ki, artıq müəyyən qədər mütaliəsi var və oxuya-oxuya bir şeylər öyrənib. İndi artıq əsər haqqında yazılmayanı görə bilir. Və yazılmayanı görmək çox vaxt tam anlaşılmır nə demək olduğu. Yazılmayan görmək o demək deyil ki, müəllif burada olmayan bir şey çıxarmaq deyil. Sən orada özündən bir yazmısan ki, məsələn, bu filan şey eləməli idi, eləmədi. Yox. Məsələn, yazılmayan görmək odur ki, müəllif səni girişdə bir səhnəyə salır, deyir ki, divarda aboyda zərbə var, yerdə də boşqab qırıntıları var. Bu təsviri verdisə, sən avtomatik olaraq düşünürsən ki, boşqab yerə düşsə belə qırılmaz və özü də divara dəyib düşməz. Bunu kimsə qəsdən divara vurub. Ya bunu əsəbləşib divara vurub, çırpıb qırıb, ya da ki, orada kimsə var imiş, ona vurmaq istəyib, dəyməyib də. Avtomatik səndə bir yazılmayanı görmək və təxəyyül formalaşır da. Sən artıq düşünürsən ki, müəllif məni hara aparır?
fikirləşirsən ki, içəridən siqaret isi gəlir yazır, ucuz şərab isi gəlir. Baxırsan ki, kasıb bir insanın bir problemi var, ailə daxili münaqişə var və yaxud da yalnızdır bir problemi var, müəllif bizi o tərəfə aparır. Sən hazırlıqlısan artıq, müəllifin nə etmək istədiyini bilirsən. Elə bir müəllif giriş verir, bir özü şuurlu şəkildə bir labirintə salır bizi. Labirintin içində gəzdirir və sonra çıxardır. Bir yol xəritəsidir də bu sujetin özü də. Və sən artıq təsvirlərdən yazılmayanı görmək o təxəyyül məsələsidir. Məsələn, sənə göstərmə, göstər, demə deyə bir texnika var ədəbiyyatda. Show, don't tell deyə məşhur. Sən artıq bir şey göstərməli deyəsən. Çexovun məşhur sitati var ki, deyir mənə ayın parıldadığını demə. Onun qırıq şüşədəki əksini göstər. Və sən göstərməlisən və sənin demədiyini də oxucu başa düşməlidir. Onu başa düşən artıq hazırlıqlı oxucudur. Onlar artıq kitab haqqında təhlil edəndə bəzi məsuliyyətlər olaraq danışa bilər. Ehtiyac yoxdur ki, yəni. Bəs burada hazırlıqlı oxucu ifadəsi var ya. Bu məsələn hazırlıqlı oxucu biz kimə deyirik və yaxud da bir oxucu olaraq bir oxucu necə hazırlıqlı ola bilər? Yəni məsəl üçün nə etməlidir? Yəni tam olaraq belə bir şablon varmı ki, çünki məndən də çox sual verirlər ki, məsəl üçün mən fəlsəfi hardan başlayım və yaxud da tutaq ki, fəlsəfi biliyə sahib olmaq üçün hansı yolları keçməliyəm. Eyni zamanda bu hazırlıqlı oxucu da belə bir anlayış mı deyək, ifadə mi deyək, söz birləşməsi mi deyək, bu mərhələ deyək də buna. Mərhələyə çatmaq üçün bir yol varmı ümumiyyətcə ki, bu gün bizi izləyən ümumiyyətcə həyatı bu kitab açmayan və yaxud da çox az kitab oxuyan bir izləyici böyük ehtimal ki, bu sualı verirdi öz-özünə. Yaxşı, mən necə hazırlıqlı oxucu olum? Necə yerdəki həmin o qırıntılardan mən bu iki ehtimalı çıxarda bilim? Yəni bunun belə bir xüsusi bir şablonu və yaxud da sehri varmı belə deyək? Hazırlıqlı oxucu və hazırlıqsız oxucu. Hə, qəşəng məsələdir bu. Niyə? Çünki hazırlıqlı oxucu o deməkdir ki, sən müəlliflə paslaşa bilirsən nətər. Müəllif müəyyən bir oyunlar oynayır, bir reallıq yaradır. Yazı, roman da və bədii əsər bir növ yuxudur da. Sən ayıq başdan bir yuxu görürsən, bir əsərin içində itib batırsan. Hazırlıqsız oxucu özünü necə tanıya bilər? Məsələn ki, mən hazırlıqsız oxucuyam. O əsərə başlayır, görür ki, əsəri oxuyub qutarandan sonra oxudu, qutardı, qəşəng idi və ən yaxşı halda əsərin sujeti ilə tanış oldu. Müəllif ona səthindən gəzdirdi, məsələn. Bu gördü ki, filan şey filan idi, sujeti bildi də. Biri də var ki, hazırlıqlı oxucu olur ki, müəllifin nə etmək istədiyini bilir. Məsələn, bayaq dediyim kimi, o içəri girəndə artıq o başa düşür ki, müəllif onu hara aparır. Bir neçə dəfə, belə deyim də, sən bir yolu birinci dəfə gedəndə hazırlıqsız olursan. Yanlış döngüyə girirsən, ayağında bir şey qalır, yıxılırsan və yaxud da ki, düz satırsan, gələn dəfə xatırlayırsan. O yolu bir neçə dəfə gedəndən sonra artıq bilirsən də bu yolu necə getmək lazımdır. Hazırlıqlı olursan ki, bir dəqiqə maşın keçə bilər buradan. Svetofor olmasa da olur, keçir maşınlar. Və yaxud da bir janrdan bir neçə kitab oxumusansa, artıq sən bilirsən ki, bu janrda səni nələr gözləyir. Müəllifdən necə təəccübləndirə bilər. Sən artıq oxuyanda bir neçə dəfə getmisən də bu yolu. Oxuyanda görürsən ki, müəllif bir texnikadan istifadə edir. Nə bilim, sənə məsələn monoloqları Camus'da yadda ona görə verirdi ki, sən onu başa düşəsən. Məsəl üçün bu bir növ şey də açmaq olar, müzakirə də açmaq olar ki, yazıçı manipulyasiyasıdır ki, sən oxucunu manipulyasiya edirsən. Ona haqq vermək üçün başlayırsan daxili monoloqla onları bəzəməyə falan. İndi burada məsələ nədir? Hazırlıqlı oxucu artıq yolu bilir. O tək yolu budur ki, oxumalıdır, təhlil oxumalıdır. Əgər həqiqətən kəstirmədən getmək istəyirsə, təhlil oxumalıdır. Kimlərinsə təhlil. Əsər necə oxunmalıdır? Məsələn, bu təhlillərə baxmalıdır ki, məsələn, əsər haqqında yazılanlar. Filan əsər bunu demək istəyirdi və yaxud da müəllif bu texnikalardan istifadə eləyir. Sujeti belə qurub ki, belə olsun. Bu kimi təhlillərə baxanda bu yolu kəstirmədən gedə bilir. Uzun yol olur ki, o çox zəhmətli yoldur və əslində belə də olmalıdır. Oxucu başlamalıdır oxumağa və oxumalıdır. Oxucu kimdir zaten? Oxuyan kimsə. Oxuyan kimsə də bu durmadan oxumalıdır və oxuya bir mərhələyə çatır, artıq onun zövqü formalaşır. Sən oxumağa başlayanda necə başlayırıq? Adətən biri bizə bir kitab tövsiyə eləyir və yaxud da ki, məşhur əsərlərdən birini alırıq, gedib onu başlayırıq. Və bu bizdə birini oxuyuruq, ikisini oxuyuruq, bizdə zövq formalaşır. Deyirsən ki, məsələn, mən Bukovskini bəyənmədim. Çox kirli yazır. Mən estetik zövq almayıb da onun adam. Adam istəyir ki, məsələn, daha belə uzun bəzəkli cümlələr oxusun. Gedib başqa yazıcı oxuyur və oradan sonra fikirləşir ki, bu da çox qalın idi və daha incə olsun kitab. Sonra deyir ki, məsələn, bu da çox sentimentaldır, çox qışqırır, müəllif mənə tərbiyə verir. Hansı ki, Paulo Coelho'da bu problem var. Kitaba başlayırsan, o əxlaq çubuğunu alır əlinə, başlayır səni deməyə ki, kitabın axırına qədər döyməyə başlayır. Kitabın axırına qədər döyürsən. Məsələn, mən kimyagəri qutaranda belimdə şallaq izləri var idi. Adam yəni
səsini kəsmir. Əslində müəllifin səsi hekayənin içində gəlməməlidir. Təhkiyəsi var danışan. O da sənə göstərməlidir ki, bu belədir. Hazırlıqlı oxucu isə yavaş-yavaş gedir göstərilən əsərlərə. Məsələn, bizdə çox oxunan müəlliflərə baxanda görürsən ki, oxucu kütləsinin çoxu hazırlıqsızdır. Hazırlıqsız da ona görə ki, hal-hazırda kitab rəqəmlərinə baxırsan, satışlarına, ən çox kimlər satır, niyə satırlar, kitabın kontekstinə baxırsan, nə yazır bu adam, bu oxucu bunu oxuyur, deməli bundan zövq alır. Bu da o deməkdir ki, zövqü formalaşmayıb. Niyə formalaşmayıb? Çünki ədəbiyyatın belə kəskin etalonları olmasa da müəyyən qədər etalonları var. Yəni yaxşı əsər nədir deyəndə deyə biləcəyin bir təhlil etdiyimiz şey nədir? Təhlil niyə var? Əgər ədəbiyyatın bir etalonu yoxdursa, tamamilə zövq məsələsidirsə, niyə təhlil var? Yəni ədəbiyyatşünaslar nə işlə məşğuldur? Onlar niyə əsəri təhlil edirlər və dəyərləndirirlər? Ona görə ya təhlil oxumalıdırlar, üzərində işləməlidirlər ki, daha yaxşı yanaşsınlar, ya da ki, ancaq oxumalıdırlar, öz-özünü zaten formalaşır. Yəni bir adam mütaliə başlayanda da və bir 50 kitab, 60 kitabdan sonra yenə eyni səviyyədədirsə, yəqin ki, oxumur. Buna deyə bilərik. Bəzi roman oxuyanlar var ki, onlar sırf başqasının işinə burnunu soxmaq üçün oxuyurlar. Yəni necə burası anladım. Belə deyim də, romanda bir hadisə var. Başqasının həyatına burnunu soxan insanlar adətən filan kəs ayrıldı sevgilisinə. Oğlu nə oldu? Divan aldı falan belə məişət səviyyəsində qeybət sevən insanlardır. Onlar qeybət tapmayanı gedib kitabda da oxuya bilirlər. İntellektual qeybətçilər məsələn gedib bədii roman oxuyurlar. İntellektual qeybətçi. Ayağımın yalanı. İntellektual qeybətçilər gedirlər məsələn bədii romanda cəmaətin həyatına burnunu soxurlar ki, məsələn görürsən Anna Karenina bir dənə evində olurlar falan belə. Yəni belə bir işlə məşğuldurlar. Ona görə onlar təbii ki, gəlir hazırlıqlı oxucu səviyyəsinə çatmır. Onların məqsədi maraqdır, ailə daxili dramdır, səthi məsələlərdir. Yəni çox da altı ilə maraq. Bəs çox maraqlı bir ifadədir. Misal üçün mən niyə fəlsəfə ilə müqayisə edirəm? Çünki birincisi bildiyim sahədir, ikincisi də yəni müqayisə edib, yəni yanlış da müqayisə edə bilərəm. Bunu sən özün mənə bildirərsən. Misal üçün mən fəlsəfə oxumağı necə belə deyək də izah edirəm. Tutaq ki, mən əlimi bir fəlsəfi məqalə alıram və yaxud da fəlsəfi kitab alıram, oxuyuram və bu məni cəlb edirsə və yaxud da mənə maraqlı gəlirsə, onun verdiyi suallar, onun verdiyi ortamda belə deyək, o arxa fon bu cür desə daha düzgün anlar. Mənə xoşuma gəlirsə, mən artıq başlayıram həmin mövzuda oxumağa. Yəni misal üçün bu gün mən bir fəlsəfə oxuyucusu olaraq bilirəm ki, mən kimləri oxuyacağam, kimləri oxumalıyam və kimləri oxumamalıyam. Eyni şey ədəbiyyatda mövcuddurmu? Yəni Anar Oğuzda oxuduğu kitablarda və yaxud da mütaliə etdiklərində belə bir şablon varmı ki, misal üçün mən bu janrı oxumayacağam və yaxud da mən bu şəxsin kitablarını oxumayacağam. Ad çəkməyə ehtiyac yoxdur bu arada. Çəkə bilərsən, bu arada bizdə senzura yoxdur. Amma yox, belə bir janr yoxdur ki, mən bunu xoşum gəlmir, bunu oxumayacağam. Belə bir radikal fikrim yoxdur. Sarı ədəbiyyat deyilən ədəbiyyat da var. Misal üçün ki, hadisə janrı deyirlər də buna daha çox. Şərif Ağayarda səhv etmirəmsə, bir dəfə bir verilişdə bildirmiş ki, bu Elxan Zeynalda Qaraqanın. Bu tip kitablar sarı ədəbiyyatdır, sadəcə bizə hadisə verir, məna vermir. Səndə belə bir ayrım varmı ümumiyyətlə? Var, yəni təbii ki, bu ciddi dediyimiz ədəbiyyat var, qeyri-ciddi ədəbiyyat var. Hə, bu söz də son vaxtlar ciddi ədəbiyyat çox işlənir deyə əsasən elə bilirlər ki, yəni sırf mövzudan canımızı qurtarmaq üçün ciddi, qeyri-ciddi deyə ayırdıq bunu. Yox, yəni bayaqdan təhlildə saydığım hansı müqəddimələr var ki, kateqoriyalar var ki, bu hamısına cavab verən, bu təhlil edəndən sonra verən, verməyən var da ki, onlar artıq ciddi, qeyri-ciddi deyə ayrılırlar. Əlbəttə ki, mən durub bir əsəri oxumadan da buna qeyri-ciddi deyə bilmərəm. Deyim ki, məsələn bu janr təbii ki, ədəbiyyatda qeyri-ciddi sayılan janr var, detektiv janrıdır. Məsəl üçün sayılır uşaq ədəbiyyatıdır. Uşaq ədəbiyyatı yetər qədər çətindir, okey. Amma ədəbiyyatda yəni bu tam da belə ciddi sayılmır. Belə ayrım var məsələn ədəbiyyatda. Məsələn mənim üçün yox, belə bir ayrım yoxdur ki, bunu heç vaxt oxumayacağam. Yox. Mən hazırda əlimə nə keçirsə oxuyuram. Belə bir ayrımım yoxdur. Müəllif olsun, janr olsun, belə bir ayrı seçkiliyim yoxdur. Əlimə nə keçirsə oxuyuram. Çünki hazırda hələ nə qədər də oxusan mütaliənin başındasan. Yəni 23-24 yaşım var. Nə qədər oxusan başındasan. Nə qədər oxuya bilərsən ki? Nə qədər oxumusan ki, sən durub artıq deyirsən ki, filan janr oxumayacağam artıqdır. Məsələn, belə bir şey var ki, sən bir əsəri oxuyursan 15 yaşında, sənə dediyi şeylər fərqlidir. Oxuyursan 25 yaşında, dediyi şey fərqlidir. Əsər heç vaxt dəyişmir, amma sən dəyişirsən. Və səndəki dəyişim ondan götürdüyün şeylər fərqli. Belə deyim də, məsələn, bu dəqiqə burada, içəridə qapını açaq, içəri 3 nəfər salaq ki, içəridən istədiyiniz şeyi götürün. O sizindir.
Bura 15 yaşlı uşaq girsə, mikrofonu götürər, məsələn, işığı götürər. Bir 40 yaşında kişi görsə və pula gedən bir şey götürər. Yəni vəziyyət çətindir ölkədə, mən bunu sataram. Qadın girsə, yəqin ki, televizorunu, notebooklar götürər ki, seriala baxaram. Radikal olur. Yəni belə bir neçə yaşında və indiyə qədər nə yaşamısansa və nə təcrübə etmisənsə, o boyda şey götürə bilirsən ədəbiyyatda. Ona görə zaten sən oxuduğun şeyləri təkrar oxumalısan, təkrar baxmalısan. Bunları kim eləyə bilər? Məsələn, sırf sıravi oxucudur, təhlil yazmır zaten və yaxud da yazmaq iddiası yoxdur. Oxumaqla məşğuldur. Bunun tək gözləntisi nədir? Mənim zövqümə xitab eləsin, mən bunu oxuyum, bəyənim. Mənə bir şey qatsın, maraqlı olsun. Onlar eləyə bilər. Deyir, məsəl üçün, mən fantastika bəyənmirəm və yaxud da realist əsər bəyənmirəm, sırf fantastika oxuyuram, onu oxuya bilər də, oxuma deyə bilmərsən. Amma belə, məsələn, sırf hazırlığı oxucu dediyimiz anlayışa nə gəlir yora? O hamısını yoxlayır, yəni bunu hamısını yoxlamalısan ki, bunu deyəsən ki, yox, oxumayacağam. Mən yəni indiki mütaliəmlə deyə bilmərəm ki, filan janr pisdir, oxuya bilmərəm. Belə bir cavab verim buna. O zaman qısa bir son sual verim, çox uzatmayaq, belə deyək. Yəni bu hazırlıqlı oxucu dedik və hazırlıqlı oxucunun yetişməsi üçün bir zaman lazımdır. Bəli, zamandan əlavə bu zamanı istifadə etməsi lazımdır təbii ki. Yaxşı, bəs o zaman belə bir nümunə verdin ki, bu otağa misal üçün fərqli yaş və ya fərqli düşüncədə olan insanlar girsə, əldə etdikləri şey fərqlidir. Eynilə də ədəbiyyatda olduğu kimi. Bəs misal üçün biz 15 yaşında hazırlıqsız oxucuya ciddi ədəbiyyat versə, əslində onun o ciddi ədəbiyyatda özünə tapa biləcəyi bir şey olmayacaq. Yəni ona belə deyək, bu cümləm bilmirəm, yəni həyatda az olacaq, heç deməyə az olacaq, amma ona əslində o bizim o qeyri-ciddi dediyimiz ədəbiyyat lazımdır ki, məsələn o hazırlıqlı oxuyucu səviyyəsinə çatsın. Əgər bu belə deyək, əgər bu düsturu qəbul ediriksə, bu zaman qeyri-ciddi ədəbiyyat cümləsi səncə bir qədər o şeyindən düşmür yəni o? Başa düşdüm, əla. Çox əla yanaşmadır bu. Amma burada ədəbiyyatın sənə bir şuurlu şəkildə, bir də şuursuz şəkildə verdiyi bir baza var ki, sən bir əsər oxuyursan, əlbəttə ki, sən bu dəqiqə məndən soruşsan 5 il əvvəl oxuduğum bir yazı haqqında danışaram, çox da ciddi bir şeylər olmaz da. Sujeti danışaram, yadımda qalan hissələri danışaram. Amma bir şey var, sən yaxşı bir əsər oxuyanda, yaxşı işlənmiş bir əsər oxuyanda, o səndən alt şuuruva çox şey qatır. Yəni o sənə məsələn gəzdirdiyi labirintdə dilin estetikası baxımından, kəlmə seçimlərindən, sən orada göstərdikləri şeylərdən, psixoloji vəziyyətlərdən istəsən də istəməsən də bir şeylər qatır. Qeyri-ciddi ədəbiyyatda bu şey olmur. Sən məsələn bunu oxuyarsan, az şey qatar, bunu oxuyarsan heç nə qatmayacaq. Biz ən azından az şey qatsın deyirik ki, dama-dama göl olsun. Yoxsa burada artıq bir şey dammır. Sən primitiv ədəbiyyat deyək bir də buna. Adını dəyişən maraqlı olsun. Yox, elə bu qeyri-ciddi ədəbiyyata primitiv ədəbiyyat deyək. Burada məsələn çox da dərin şeylər olmur da. Məsələn Elxan Zeynalov dedilər. Onun A romanı, yəni bir gənc ideyasıdır. Həvəsə gəlib, görüb ki, belə bir ideyası var və bundan mahnı yazanda qulaq asırlar, elə bilib kitab yazsalar, oxuyacaqlar. Oxudular da. Oxudular da. Əgər elə fikirləşibsə uğurlu olub. Yəni hedonist yanaşmaq lazım deyil kitaba. Mən bundan həzz alıram, oxuyuram. Yenə deyirəm, sıravi oxucu, məsuliyyətsiz oxucu belə yanaşa bilər. Həzz alıram, oxuyuram. Amma hər həzz aldığımız şey yaxşı deyil də. Kitab səni rahatlatmalı deyil, əsəbləşdirməlidir. Kitab səni düşündürməlidir, belə bezdirməlidir. Kitabın ortasında onu götürüb tullamalısan qırağa ki, bu nədir yazmısan. O səni onu hiss eləməlisən. Məsələn, bir kitab təhlilçisi var, adı yadımdan çıxdı. Videosunu göndərmişlər mənə. Bukovski haqqında danışır. Bukovskinin Poçtlar alıb əlinə kitabın ki, bəs bu kitabı oxumayın. Qışqırır ki, bəs bu kitabı oxumayın. Bunu niyə yazıb bu? Əxlaqsız kitab, səviyyəsiz kitab. Yəni bir sözlər işlətdi Bukovskinin ünvanına. Yəqin ki, o qəbirdə hazırda fırlanır elədir. Mən bunu başa düşə bilmirəm ki, sən kitab təhlil edirsən, kitab haqqında publik danışırsan. Sənin almalı olduğun məsuliyyət var. Sən onun janrına baxmalısan. Yəni Bukovski hansı janrda yazır? Bioqrafiyasına baxmalısan. Bukovski necə yaşayır? Bukovski səmimi bir yazıcıdır, ən azından yaşadığı kimi yazıb, hətta yaşadığından da yaxşı yazıb. Janrı kirli ədəbiyyatdır. Yazdığı da yetəri qədər dərin şeyləri var. Yəni, özü də kirlidir, yəni. Özü də kirlidir, yetəri qədər kirlidir. Və onun Poçtlarəsində, onun bir növ avtobioqrafik mi, autofiction mi bir əsərdir. 12 il Poçtlarəsində işləyir adam və başından keçən şeyləri, hadisələri bədii təfəkkürdən süzüb yazmağa çalışıb. Çox səmimi, çox açıq. Orada məsələn bir autofictionda etiraf da olmalıdır. Müəllif deməlidir ki, gəlin sizə bir etiraf edəcəm.
bir mənzərə çəkməlidir, etiraf eləməlidir və orada avtobioqrafiyası ilə uydurduğu şeylər iç-içə keçir və sən bunun harasını uydurduğunu, harasını dəqiq dediyini bilmirsən, amma etiraf edirsən orada. Və əgər mən indi ola bilər Bukovskinin autofiction olmasın. Demək istədiyim odur ki, Bukovskinin orada deməli olduğu şey etiraf idi. Və etirafa gələndə adam orada deyirsə mən bir vaxt məsələn qadın döymüşəm və bunu etiraf edirsə və orada psixoloji vəziyyətini təhlil edirsə, sən buna qayıt deyirsən ki, sən qadın sənin kitabında, yəni bu diktatorluqdur. Yəni ədəbiyyata senzura qoymaqdır. Yəni, bunun başqa bir adı yoxdur da və elə təhlilçi olmur. O məsələ üçün Bukovskidən daha əxlaqsız bir işlə məşğuldur, onu demək istəyirəm. Maraqlı ifadə idi əslində həmin o məsəl şəxs üçün. Yəni ünvanına göndərilən, ümidvaram ki, ünvanına çatar. Bir video çəkim onu istəyirəm. Deməli son olaraq səndən 3 dənə kitab istəyəcəm. Okay. Məncə hazırlaşmamışdım bu suala. Deməli amma elə 3 kitab deyilən ki, məsələn oxuyucular yarısını satıb kənar atsınlar. Elə 3 dənə kitabdır. Əslində kitab tövsiyəsini də belə xoşlamıram. O sualı versəydin. Bir növ şey oxşuyur. Aptekə getdirsən ki, mən bir dərman tövsiyə edirəm. Məsələn, tetraskiklin verir, Viagra. Belə bir sən nədir problemin? Məsələn, bir ümumi tövsiyə verməliyəmsə, bəyəndiyim 3 əsər. Tövsiyə deyil məsələn, sadəcə 3 əsər. Bəyəndiyim 3 əsər. Ən bəyəndiklərim bu dövr oxucusu dəyişir, ya son oxuduqlarımdan və yadımda qalanlardan. Məsələn, John Fontaine'in Tozdan soruş əsəri var. Çox yetəri qədər yaxşı yazılmış, avtobioqrafik deyil, yəni uydurduğu hisslər də var. Çox maraqlı əsərdir. Əsər belə deyim ki, bir yazıçı var, kasıbdır, acından ölür otel otaqlarında, amma bu dahi olduğunu düşünür. Bu elə bilir ki, bunu başa düşmürlər falan. Və artıq onun biz dəyişimini izləyirik. Bir kasıb və dahi olduğunu düşünən yazıçı varlı və dahi olmadığını düşünür və belə bir çevrilməni izləyirik. Çox maraqlı kitabdır John Fontaine. İkinci bir kitab elə Ekonun Qızıl Cünnad olar, indi nümunə çəkdiklərimdən. Bu əsərdə də biz artıq monastırda ard-arda baş verən cinayətin arxasına düşürük, amma orta əsr tarixini izləyirik. Biz orada məsələn kulminasiya nöqtəsi var ki, çox bəyənirəm o səhnəni. Rahibin biri kitabxananı Aristotelin Poetika kitabının ikinci hissəsini gizlətməyə çalışır. Kitabxananı yandırır. Və orada bu William gəlir onun arxasıca o kitabı ona əlinə almaq istəyəndə görür qaçmağa yeri yoxdur, onu yeyir. Və ən pik səhnə ordadır da. Həqiqətlə gülüşün belə iç-içə girməsi. Çox maraqlı hissələr var orada, böyük mətləblər var. Yəni, oxunmalıdır Ekonun Qızıl Cünnadı. Üçüncü kitab Seymur Baycan olsun. Üçüncü kitab olsun Seymur Baycanın Quqarkı. Niyə Quqark? Quqarkın zəif tərəfləri varmı? Var. Dili kobuddur, razıyam. Amma Quqark belə bir iddia eləyim ki, Azərbaycanda müstəqillik dövründə yazılmış, müharibə haqqında olan, yəni son 20-25 ildə yazılmış ən yaxşı kitabdır. Niyə? Çünki burada Seymur obyektivdir. Seymur müharibənin vəhşətini çox yaxşı göstərir. Yəni bu kitabı adını çəkməsəydim, yəni öz ünvanıma ayıb olardı. Bu kitabı deyə bilmərəm, sən Seymur Baycan adını çəkməsəydin, mən podkastdan sonra bunu danışacaqdım. Bəli, Quqark 100% oxunmalıdır. Yəni ən azından Quqark bizim ölkədə və hazırki vəziyyətdə Quqark oxunmursa, yəni heç nə. Bu qədər. Belə, məncə maraqlı söhbət oldu. Məsələn, biz kitab təhlili nədir? Təbii ki, uzun-uzun danışa bilərik bu haqda, amma uzun danışmanın da məncə açıq bir mənası da yoxdur. Çünki zaten kitab təhlili öyrənmək istəyənlər gedib bunu öyrənir, oxuyur daha ciddi qaynaqlardan. Bu sadəcə bir təşviqdir və sadəcə belə bir ismarız. Nədir, nə deyil? Və yaxud bir ismarız da əslində ola bilər ki, əslində o siqnallara toxunaq ki, onları vadar eləyək də bir növ. Yəni hansı ki mən bu gün burada fəlsəfə seminarı keçmirəm. Məsələn, beyinlərə müəyyən ismarız ötürürəm. Eyni də impulsları və sadəcə birlikdə siqnal ötürürəm. Belə Anar, çox sağ ol. Səninlə söhbət həmişə maraqlıdır. Minnətdaram. Təşəkkürlər. Gələn podkastlara gəlir.